Hər vaxtınız xeyirli olsun. Deməli bugün 11-ci sinif 1-ci hissə test toplusunun faiz bölməsinin uşaqlar ikinci bölməsini işləyəcəyik, yəni ikinci mövzusunu işləyəcəyik. Faiz ədədin faizinin tapılması. Gəlin başlayaq birinci suala. Deyir plana görə tornacı gündə 400 detal hazırlamalıdır uşaqlar. Bu 400 detal gündəlik normada deməli tornacının hazırladığı detaldır. Deməli normada hazırladıq bu 400 detal uşaqlar 100%-a uyğun gəlir. Yəni hər gün 400 detal hazırlaydı. Bu da 100%-a uyğun gəlirsə, o deyir planın 110%-ni yerinə yetirdi. Yəni normada 100% idi, amma 110%-ni yerinə yetiribsə, deməli 4 detal hazırlamaydı o. Deyir o planın 110%-ni yerinə yetirdi. Faizin altından 110%-ni yerinə yetirsə, 110% yerinə yetirməklə tornacı neçə detal hazırlayıb? X. Buradan X-i tapacağıq. Yəni normada 400 detal 100%-a uyğun gəlirsə, amma bu 100% yox, 110%-ni yerinə yetirib. 400-ə 100% uyğun gəlirsə, 110%-ə neçə detal uyğun gəlir? X. Çarpaz şəklində vursaq X nəyə bərabərdir? 400-ü vurarıq 110-a, bölərik 100-ə. Uşaqlar, faizə aid bu tip tənasib quranda çarpaz şəklində hər zaman hesablayırıq. 2 sıfırlar gedir, 4-ü 110-a vuranda bizə verir 440. Deməli, normada neçə detal hazırlamalıdır? 440 detal. Yəni bir də cavab olur Y variantı. Uşaqlar gəlin 2-yə baxaq. 2-də nə deyir? 2-də deyir ki, yağlılığı 4% olan. Deməli bu 4% yağlılıqdır. 4% olan 12500 kiloqram südün tərkibində neçə kiloqram yağ var? Uşaqlar normada 12500 kiloqram südün neçə faiz yağdır? 4% yağdır. Onda 12500 kiloqram südün 4% yağdırsa 12-nin 4%-ə vurub 100-ə bölsək, 100%-ə bölsək 2 sıfırlar gedir. 125-də 4-ə vursaq bizə verəcək 500%. Daha doğrusu 500 kiloqramı. Deməli 12500 kiloqramın 4% yağdırsa 4% yağ nə deməkdir? 500 kiloqram demək ki olar. Yəni D variantı. Və tənasib necə qurursunuz? Şola tənasib belə qurulur. 12500 kiloqram südün hamısıdır. Südün hamısı neçə faiz olur? 100%. Onda bəs bu qədər südün 4% yağdırsa, 4% X olanda uşaqlar bu yağın faizidirsə, yağın faizidirsə 4% yağa X yazsaq, X olacaq yağın çəkisi. Çünki kiloqram altından X yağdığımıza görə X olur yağın çəkisi. Yenə çarpaz şəklində vursaq 4-ü vuraraq 12500-ə, bölərik 100-ə. 2 sıfırlar gedir, qalır 500 kiloqram. Baxın bu da tənasiblərin həlli. Keçək növbəti suala. Uşaqlar növbəti sualda nə deyir? Biraz fərqli suallarda məcbur yazacağıq. Uşaqlar A ədədi 75-in 24%-idir. 75-in deməli 24%-i A-dırsa uşaqlar 75-in 24% nə deməkdir? Yəni 75-i 24%-ə vurub 100%-ə bölsək, bu bizə A-nı verəcək. Bu oldu A. B isə uşaqlar 24-ün 75%-idir. Deməli B ədədimiz 24-ün 75%-ni necə tapırıq? 24-ün 75%-ni tapmaq üçün 24-ü 75%-ə vurub 100%-ə bölürük. Deməli 24-ün 75%-i də bizə verir B-ni. Deməli bu ifadə də oldu B. Uşaqlar indi nəyə fikir verirsiniz? Baxın, eyni ədəddir. Niyə? Sürətdə 75 vur 24, məxrəcdə 100-dür. B-yə baxın, sürətdə 24 vur 75 bölü 100-dür. Yəni sürətdə hasillər sadəcə yerlərini dəyişib, məxrəclər eynidirsə, deyirsən ki, A ilə B bir-birlərinə bərabərdir. A ilə B-nin bir-birlərinə bərabər olduğu 3-də cavab olacaq B variantı. 4-də uşaqlar bunu oxşardır. Bu tənasibi özünüz qurarsınız. Gəlin 5-ci suala baxaq. 5-də nə deyir? 5-də deyir ki, A ədədinin 30%. Uşaqlar A ədədinin 30% deyəndə A-yı 30-a vurub, 30%-ə vurub 100%-ə bölürük. A ədədinin deyir 30%, B ədədinin 45%-nə bərabərdir. Yəni B-nin 45% nə deməkdir? B-nin 45%-ə vurub 100%-ə bölürük. Burada nə olur? 30-u 100-ə böləndə 0.3 A-nı verir. 45-i 100-ə böləndə 0.145 B-ni verir. Və yaxud da bunu belə tapmaq olar. 30% nə deməkdir? Faiz ədədi çevirəndə 100-ə bölürük. 30-u 100-ə böl 0.3. 45% nə deməkdir? Faizi 100-ə böləndə 0.45 verəcək. Uşaqlar, A-nın 30% nə deməkdir? A-nın 30%-i A-nın 0.3 hissəsidir. Hissə də vurmaqdır. A vur 0.3 nəyə bərabərdir?
B'nin 45% demek B'nin sıfırdan %45 hissəsi deməkdir. Bu da B vur sıfırdan %45. Bu da bize verdi bunu. İncelin. Buradan A'nı tapsaq. Buradan A nəyə bərabərdir? 0,45 B'ni nəyə bölür? 0,3'ə bölür. Gəlin 100'ə vuraq sürət məxrəci. Məxrəci 100'ə vur 30. Sürəti 100'ə vur 45 B. 15'ə böl 3, 15'ə böl 2. Bəs bu 3'ü 2'yə böləndə nə verir? 1,5'i verəcək. Yəni B-ni. Deməli A'nın qiyməti oldu uşaqlar 1,5 B-yə. Bu oldu A'nın A ilə B-nin arasındakı əlaqə. Bizdən nəyə soruşur? Tap B bölü 2 A-nı. Uşaqlar B bölü 2 A-nı tap deyilsə, aparıb buradakı A-nın yerinə yazırıq. A-nın yerinə 1,5 B yazırıq. Yəni 2 vuraq, A-nın yerinə 1,5 vur B yazsaq, B-lər girəcək, sürətdə 1 qalır. 1,5'də 2'yə vuranda 3'ü verəcək. Cavab olacaq 3'də 1, yəni A variantı. Bu oldu 5-ci sualın cavabı A variantı və 6 da bunun oxşarıdır. Uşaqlar, bax, opsiyonda sürətli deyəcəm. Deyir, 7-də nə deyir? 2 müsbət ədədin. Məsələn, ədədlərimiz olsun A ilə B. Deyir, A'nın 2 müsbət ədədinin 1'nin 15%. Uşaqlar, A'nın 15% nə deməkdir? A'nın sıfırdan %15 hissəsidir. Digərinin 45%-nə bərabərdir. Yəni B'nin 45% nə deməkdir? 45% sıfırdan %45'dir. B'nin 45% nə? Yəni B'nin sıfırdan %45 hissəsinə bərabərdir. 0,5'ə bölü 0'dan %15'ə böl 1. Bunun 0'dan %15'ə böləndə 3'ü verəcək. Deməli A'nın qiyməti olacaq 3'ü B-yə vur 3B. Bu A ilə B-nin arasındakı əlaqədir. Deyir, bu ədədlərin cəmi 256'ya bərabərdir. Yəni uşaqlar, bu ədədlər deyəndə ədədlərimiz A ilə B-dir. A ilə B-nin cəmi 256'nı verirsə, aparıb A-nı yerinə yazırıq. 3B üstəgəl 1B 256 4B bərabərdir 256'ya. 256'ını 4'ə bölsə bizə verəcək 64. Deməli ədədlərdən biri B-nin qiyməti 64 isə nəyin üzərinə 64 gələndə 256'nı verər? 256'dan 64 çıxanda bizə verəcək 192'ni. Deməli A-nın da qiyməti 192'dir. Bizdən nəyi soruşur? Olarsa onları tapın, yəni ədədləri tapın. Ədədlər 192 ilə 64'dir, yəni A variantı. Bu da oldu uşaqlar 7'nin cavabı A variantı. 8 bunun oxşarıdır. Gəlin baxaq 9-cu suala. Baxdıq 9'a. 9'da nə deyir? Uşaqlar, normada 9'da deyir ki, buğda 300 kiloqramdır. 300 kiloqram buğda 20% itki ilə un əmələ gəlir. Uşaqlar, 300 kiloqramın normada hər bir ədəd özünün 100%'dir. 300 kiloqramın 20%'i necə tapırıq? 20'yə vurub 100'ə bölsək, 100%'ə bölsək. 3'ü 20'yə vur 60 kiloqram verir. Yəni 300 kiloqram 20% itkiyə getmək neçə kiloqram itkiyə gedir? 60 kiloqram itkiyə getdi. 300 kiloqram uşaqlar 60 kiloqram itkiyə gedirsə 300'dən 60 çıxırıq 240 verir. Yəni 300 kiloqram 60 itkiyə getdi. Yerdə qalan 240 kiloqram bizə unu verir. Bu oldu un. Un da nə qədərdir? 240. Buraya yazdıq. Sonra nə deyir? 240 kiloqram un 30% artımla çörək alınıb. 240 kiloqramın 30%-i necə tapırıq? 240'ı 30%'ə vurub 100%'ə bölsək 2 sıfırlar gedir. 24'ü 2'yə vur 72. Yəni uşaqlar 240 kiloqram 30% artırmaq nə qədər artırmaqdır? 72 artırmaq deməkdir. Artım. Yəni 240'ın 30%-i 72-dirsə 240'ı 30% artırmaq 72 kiloqram artırmaqdır. Yəni 240'ı da uşaqlar biz 72 kiloqram artırsaq nə olacaq? 312 kiloqram verəcək. Deməli 240'ı 72 kiloqram artırmaq, burada da 60 kiloqram azaltmaq. 240'ı 72 kiloqram artırmaqla çörək əmələ gəlir və çörəyimiz də nə qədər olur? 312 kiloqram. Bu da oldu çörəyin miqdarı. Çörək. Bizdən nəyi soruşur? Verilənlərdən istifadə edərək neçə kiloqram çörək alındığını tapın. Neçə kiloqram çörək soruşursa şola çörəyin miqdarı nə qədərdir? 312 kiloqram. Yəni bu sualın cavabı oldu 312. Cavab 312. Bu da oldu bizim 9-cu sualın cavabı və 10 da bunun oxşarıdır. Keçən növbət sual. Uşaqlar, deməli 11'də nə deyir? 11'də deyir ki, bax bir dənə kvadrat götürdük. Deyək ki, kvadratın tərəfi 1A olanda kvadratın sahəsi nə olur? 1A'nı 1A'ya vursaq, 1A'ya vursaq olacaq 1A'nın kvadratı. Bu oldu sahə. Deməli əvvəl sahə nə oldu?
1 a-nın kvadratı. Bu əvvəl sahədir. Kvadratın sahəsidir. Deyək kvadratın tərəfini 10% artırmaq. Uşaqlar 10% artırmaq nə qədər artırmaqdır? Ədədi faizi 100-ə bölsək 0.1 verəcək. Yəni 1 a-nı, uşaqlar 1 a-nı 10% artırmaq, 1 a-nı a-nın məsələn 10% deyəndə a-nın 0.1 hissəsidir. Yəni 1 a-nı 10% artırmaq, 1 a-nı 0.1 a artırmaqdır. 1 a-nı da uşaqlar 0.1 a artırsaq, kvadratın tərəfi nə olacaq? 1.1 a. Yəni kvadratın tərəfini a-nın 10% qədər, yəni 0.1 a qədər artırsaq, 1 a-nı 0.1 a qədər artırsaq, kvadratın tərəfi olacaq 1.1 a. Deməli, ikinci kvadratımızın tərəfi oldu 1.1 a. Burada oldu 1.1 a. Burada oldu 1.1 a. İnşallah burada kvadratın sayısı nə olacaq? İki tərəfi bir-birinə vursaq, yəni burayla buranı, 1.1 a-nı 1.1 a-ya vursaq, bu da bizə nə verəcək? 1.1'i 1.1'ə vuranda bizə verəcək 1,21 a-nı da a-ya vur a-nın kvadratı. Bu da oldu uşaqlar sonra. Sonraki sahə. Uşaqlar əvvəl 1a kvadratıdır, sonra da 1,21 a kvadratıdır. 1-dən 1,21'ə çıxıbsa nə qədər artıb? 0,21 vahid artıb. Vahid artıb. İnşallah 1-dən 1,21'ə çıxıbsa 0,21 vahid artıb. Bəs bu qədər artmaq neçə faiz artmaqdır? Ədədə faizi çevirən nə edirik? 100-ə vururuq. 0,21'i də 100-ə vur, 21 faizi verəcək. Yəni 0,21 vahid artmaq 21 faiz artmaq deməkdir. Deməli sahəsi nə qədər artıb? Sahəsi 21 faiz artıb. Yəni bu sualın cavabı olur 21 faiz artar. Sonra 12 bunun oxşarıdır. Gəlin 13'ə baxaq. Bunu sildim. 13'də nə deyir? 13'də deyir ki, traktorçu bir sahənin 30%. İnşallah bu tip suallarda həmişə beyninizdə bir ədəd götürün. Beyninizdə daha doğrusu hər zaman 100 ədədini götürün. 100. Burada 100 hektar da ola bilər, manat da ola bilər, kilogram da ola bilər. Burada sahə dediyinə görə 100 hektar götürək. Təsəvvür eləyək ki, bizim sahəmiz 100 hektardır. Bu əvvəl. Əvvəl sahəmiz 100 hektardır. Yəni beynimizdə hər zaman bu tip suallarda 100 götürürük. 100 hektar sahənin birinci gün 30%'ni şumladıq. Şöyle 100 hektarın 30% nə qədərdir? 100'ü 30%'e vurub 100%'e bölsək, bizə yüzlər gedir 30 hektarı verəcək. Yəni 100 hektarın 30%'ni, yəni 30 hektarını şumlasaq nə qədər qalacaq? 100 hektardan da 30 hektar çıxsaq, bu da verəcək 70 hektar. 70 hektar. Deməli qaldı 70 hektar. Bu qalandı. İndi aşağı hissəni sildik. Sonra nə deyir? Sonra deyir ki, digər isə qalan sahənin 40%'ni şumladı. Şola nə qədər sahə qalıb? 70 hektar sahə qalıb. Digər isə 70 hektar sahəni, yəni qalan 70 hektar sahənin 40%'ni şumladı. Şola 70 hektarın 40% nə qədərdir? 70'i 40%'e vurub 100%'e bölsək, 1,0 gedir, qalır 28 hektar. Deməli digəri 70 hektarın 40%'ni, yəni 28 hektarını şumladı. Bəs nə qədər qaldı? Şumladı. 70 hektarın 28 hektarını şumlatsa, 70'dən də 28 çıxanda bizə verəcək 42 hektar. Deməli, ən sonda 42 hektar qalır. Qaldı. Deməli, son olaraq neçə hektar qaldı? 42 hektar qaldı. İndi bunu sildik. Hesablamanı sildik. Uşaqlar, əvvəl 100 hektar idi. Sonda isə 42 hektar qaldı. Deyir, sahənin neçə faizi şumlanmamış qaldı. Yəni 100 hektarın 42 hektarı qalıbsa neçə faizi şumlanmamış qalıb? Uşaqlar, 100 hektarımızın hamısıdır. 100%'dir. 100% hektarın 42 hektarı qalıbsa, belə yazıq da uşaqlar. Neçə faizi qalacaq? X. Buradan biz X'i tapacağıq. Yəni bu 100 hektar hamısıdır 100%. Burada uşaqlar 42 hektar qalan hektardırsa, X yazanda X da qalan faizi verəcək. Çarpaz şəklinə vursaq, 42'ni vurarıq 100'ə, bölərik 100'ə. Elə baxanda görsənir ki, elə 42 faizi. Deməli, neçə faizi qalıb? 42 faizi. Yəni bu sualın cavabı oldu 42 faizi şumlanmamış qaldı. Bu da oldu 13-cü sualın cavabı 42 hektar. Və uşaqlar 14 bunun oxşarıdır. Baxın 15 də bunun oxşarıdır. Gəlin 15'də də 15 biraz sürətli yazaq.
Bu tip suallara uyğunlaşın. 15'də nə deyir? Deyir, birinci gün mağazada ərzağın 30%, ikinci gün qalanı 50% satılıb. Neçə faiz satılış olar? Bu tip suallarda hər zaman beynimizdə 100 ədədini götürürük. Təsəvvür edək ki, 100 dənə məhsulumuz var. Birinci gün 30% satılıbsa, neçə faizi qalır? 70%. 100-ün 30% satılıbsa, 100-dən 30-sa 70-i qalır. 100-ün 70% ilə 70-i qalacaq. 70 deməkdir. Deməli, 70 dənə qaldı. Sonra nə deyir? İkinci gün qalan ərzağın, qalan nə qədərdir? 70 dənə ərzağın 50% satıldı. 70-in 100% məhsulun 50% satıldı, yenə 50% qalır. 70-in 50% nə qədərdir? 50-yə vurub 100-ə bölsək, yəni 50% şu olar yarı deməkdir də, 35 deməkdir. Yəni 70-in yarısı 35 deməkdir. 70-in 50% qalıbsa, deməli 35 dənə qalıb. 35 dənə qalıb. Bu uşaqlar əvvəl 100 dənə idi. 100 dənə məhsulumuz vardı. Sonda 35 dənəsi qaldı. Bizdən soruşur ki, 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? Uşaqlar əvvəl 100 idi. Sonda 35 dənəsi qalıbsa, deməli 100-dən 35-ə düşübsə neçəsi satılıb? 65 dənə satılıb. Onda əvvəl 100 dənə 100% isə və bunun 65 dənəsi satılıbsa, 65 dənə satılmağı neçə faiz satılmalıdır? X-dir. Çarpaz şəklində vuranda elə 65% verəcək. Deməli, neçə faiz satılıb? 65%. Bu sualın cavabı da oldu uşaqlar. 15'də cavab 65. Keçən növbət sualı. Yenə uşaqlar, buna oxşar sual demişik, yenə 16-nı sürətli yazaq. 16-dan 17 oxşardır. Deyir, 2 müsbət ədədin birinin 30%. 30% nə demək uşaqlar? 100-ə bölsək 0.3 deməkdir. Bəs 40% nə deməkdir? Ədəd faizi 100-ə bölsək 0.4 deməkdir. Demək uşaqlar, A-nın 2 müsbət ədədin birinin 30%, yəni A-nın 30%, A-nın 0.3 hissəsi deməkdir. Hissə vurmadır. Digərinin 40%-nə bərabər. Digər ədəddə B-dirsə uşaqlar, B-nin 40% nə deməkdir? Yəni B-nin 0.4 hissəsi deməkdir. Yəni A-nın 30%, B-nin 40%-nə bərabərsə, deyək kiçik ədəd 15-dir uşaqlar. Sizdə bunlardan hansı kiçik olar? Gəlin bunu A bölək B kimi yazaq. Çarpaz şəklində vuranda 0.3 verirsə, 0.3 aşağı, 0.4-də yuxarı. Çünki çarpaz şəklində vuranda yuxarıdakı ifadəni verəcək. Burada baxanda deyək kiçik ədədimiz 15-dir. Baxanda görsənir ki, aşağı 0.3, aşağı B küçüksə, 0.4 kiçik olduğuna görə B də kiçikdir. Deməli, B-nin qiyməti 15-dir. Yazırıq A bölü 15 bərabərdir. Sadəcə B-nin yerinə 15 yazdıq. Bu ifadəni sağlı sürət məxrəci 10-a vur, məxrəci 10-a vur. Bunu verdi. Çarpaz şəklində vuranda 15-i 4-ə vur 60, bölək buradakı 3-ə. Bizə A-nın qiyməti nəyi verəcək? 20-ni verəcək. Fikir olar. Bizdən soruşur ki, deməli A-nın qiyməti 20-dir, B-nin qiyməti 15-dir. Bizdən soruşur nə? Onların fərqinin modulunu tap. Yəni ədədlərin fərqi modulu nə deməkdir? A ilə B-nin fərqinin modulu. İstəyirsən 20-dən 15-i çıx, istəyirsən 15-dən 20-ni çıx. Bizə nəyi verəcək? 5-i verəcək. Yəni müsbət 5. Bu sualın cavabı oldu uşaqlar 5. Bu 16-nın cavabı 5-dir. 17 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Uşaqlar, növbəti sual 18-dir. 18-də nə deyir? 12% ilə 2%-nin fərqi. Yəni hər hansı bir ədəddir bilmirik. Ədədimiz olsun x. Ədədinin 12% ilə 2%-nin fərqi 10% verir. Yəni ədədin 12-dən 2-ni çıxanda 10% verirsə, ədədin 12 ilə 2%-in fərqi 10%, yəni x-in 10% nə demək uşaqlar? X-in 0.1 hissəsi 10%, onu 100-ə böl 0.1 verəcək. X-in 10%, yəni X-in 0.1 hissəsi hissə vurmadır. X-in 0.1 hissəsi nəyə bərabərdir? 50 olan. Yəni 50-yə bərabərdir. X-in 10%. Yəni bunu belə deyilmək olar da uşaqlar. X-in 10% nə deməkdir? X-i 10%-ə vurub 100%-ə bölsək, deyir fərqi, yəni 10%-i 50 olan. X-in 10%-i 50-dirsə, eyni şeydir. Baxın, onu 100-ə böləndə 0-dan 10-da 1-i verəcək. Bu bizə 50-ni verir. Gördünüz mü? Yuxarıdakı ifadədir. X-a nəyə bərabər uşaqlar? 50 nəyə bölək? 0.1-ə. 100-ə vur 500. Məxrəci 100-ə vur 1. Daha doğrusu 10-a vur 100. Məxrəci 10-a vur 1. 500-də 10-a böləndə bizə verəcək 500. Deməli, bizim ədədimiz X ədəddir axı. Bizim ədədimiz, baxın, X idi. Ədədimiz X-dir, yəni 500-dürsə, bizdən nəyə soruşur tab? Ədədin 50%-ni tap. Uşaqlar, 500-ün 50%, 500-ün tən yarısıdır. Yəni 250. Deməli, ədədin 50%-i 250-dir. Deməli, uşaqlar, bu sualın cavabı oldu 250. Bu oldu 18-in cavabı 250-dir. 250-dir.
və 19 da bunun oxşarıdır. Keçək növbət suala. A. Gəl nəyə baxaq. 20-də nə deyir? Deyir A bölək B bərabərdir 3 bölək 5-ə. Deyir bir də A bölək C bərabərdir 1 bölək 4-ə. Uşaqlar gəlin belə eləyək də. Yuxarıda A-ya 3 düşür, aşağıda 1 düşür. Burada ortaq sürət götürsək 3 eləsək, aşağıdakının kəsirin sürət məxrəcini 3-ə vuraq. Sürəti 3-ə vur 3, məxrəci 3-ə vur 12. Deməli hər ikisinə A-ya 3 düşdü. Deyir C böl D nəyə bərabərdir? 3 böl 2-yə. Burada da uşaqlar baxın, aşağıda C-yə 12 düşür, qırmızı ilə yazıram. Burada aşağıda C-yə 12 düşür, amma yuxarıdakı bu C-yə 3 düşür. Onda C-ləri ortaq eləmək üçün C-ni 12 eləyərək də. Onda bu kəsin sürət məxrəcini sürəti 12 eləmək üçün 4-ə vurarıq. Sürəti 4-ə vur 12, məxrəci 4-ə vur 8. A. İndi baxdıq ki, eynilik əmələ gəlir. Deməli A-nın yerində nədir? 3-dür. Burada da 3-dür. Burada da 3-dür. B-nin qiymətinə uşaqlar, B-nin qiymətinə baxın 5-dir. C-nin qiyməti 12-dir. Və D-nin qiyməti 8-dir. D-nin qiyməti 8-dir. Bizdən nəyə soruşur? D ədədi B ədədindən neçə faiz çoxdur? Uşaqlar, D ədədi 8, B ədədindən deyir, D ədədi B ədədindən neçə faiz çoxdur? D 8, B 5-dən neçə vahid çoxdur? Neçə faiz çoxdur daha doğrusu? Uşaqlar, bir ədəd digər ədədin neçə faizdir, neçə faiz çox deyəndə həmişə sonuncu ədədi 100% götürürük. Sonuncu ədədimiz 100%-dir. İndi baxın, 8 5-dən neçə vahid çoxdur? 3 vahid çoxdur. Onda uşaqlar 3 vahid çox olmaq, neçə faiz çox olmaq x. Çarpar şəklinə vursaq 3-ü 5-ə bölərik. Nə verəcək? 60%. Yəni 3 vahid çox olmaq 60% çox olmaqdır. Bu sualın cavabı da olur uşaqlar 60%. Yəni 8 5-dən neçə faiz çox deyilsə, sonuncu ədəd 100% götürür, 5 100% isə 8 5-dən 3 vahid çox olmaq, x 60% çox olmaqdır. Bu da oldu 20-ci sualın cavabı 60. Bu da oldu uşaqlar ikinci bölmənin sonuncu sualı. Sağ olun, hələlik.